Bildiyiniz bütün şaurma reseptlərini unudun. Çünki bu videodan sonra şaurmanı ancaq belə hazırlayacaqsınız. Üzəri xırçıltılı və bol içlikli. Sousu üçün bir qaba mayonez, xama, xırda doğranmış duzlu xiyar, cəfəri, şüd və sarımsaq əlavə edib qarışdırırıq. Toyuq filesini doğrayıb üzərinə ədviyyatlardan duz, istiot, paprika və biraz da duru yağ əlavə edib quru tavada qızardırıq. Kartofu bu şəkildə doğrayıb qızmar duru yağda qızardıb hazır olan kimi də kağız salfet üzərinə qoyuruq. Tərəvəzləri də unutmuruq. Pomidorun yumşaq hissəsini mütləq çıxardırıq. Xiyarı və qırmızı soğanı da nazik şəkildə doğrayırıq. Mən bu şaurmanı milli dadın qatqısız və mayasız olan dönər lavaşından hazırladım. Bu lavaş inanılmaz dərəcədə yumşaqdır və ən əsası bükəndə qətiyyən cırılmır. Lavaşın üzərinə sous və içlikdən əlavə edib sıx şəkildə büküb azca yağlanmış tavada hər iki tərəfli qızardırıq. Nəticə isə mükəmməl olur. Mütləq yoxlayın. Nuş olsun, hələlik.